Bizim bağlar Bakının unikal bir yerində yerləşir. Nardaran bağlarında, Ləhəc bağları deyilən bir ərazidə yerləşirik. Bakıdan cəmi mərkəzdən 25 kilometr aralıdayıq. Sibriz bizim yanımızdadır. Yəni lazım o darıxsanız Sibrizə də gedə bilərsiniz. Amma bizim belə böyük geniş ərazimiz var. Hektar yarım geniş ərazimiz var. Bura bizim dayanacaqdır, parkinqdir. Burada rahat 10-15 maşın saxlaya bilirik. Kameralar var, gözətçi var. Hər zaman maşınlara nəzarət olunur. Ona görə bizdə qayda var, içəri maşınla girmək olmaz. Maşınınızı burada rahat saxlayırsınız. Uşaqlar, dostlar kömək eləyəcəklər, veşlərinizi daşımağa, kömək eləyəcəklər, yerləşdirəcəklər. Yay sezonuna az qalıb bizim Bakı bağlarına müraciət edin, evləri kirayə eləyin. Yayda bilirsiniz, ajataj olur bizdə, bizim cəmi 4 evimiz var. Yerlər olmur, erkən rezervasiya edin ki, yersiz qalmayasınız yayda. Əsasən biz bağları yaradanda çalışırdıq eləyək ki, bu rayon abu-havasını Bakıda saxlayaq. Və mənə elə gəlir ki, bu bizdə alınıb. İndi qonaqlarımız var evlərdə. Bir-bir məncə yaxınlaşaq, görək alınarsa onlardan bir video otzuv istəyərik və mən dediyimi görüm təsdiqləyərlər ki, biz Bakıda rayon abu-havasını yarada bilmişik, yoxsa yox. Bu bizim unikallığımızdır. Çünki artıq rayona getməyə ehtiyac yoxdur. Bakının cəmi 30 kilometrindəsiz. Gəlirsiniz ailənizlə, dostlarınızla, hovuzlardan istifadə edirsiniz, idman meydançalarından falan, hamısında dincəlirsiniz. Bu bizim Gilavar evimizdir. Burada bizim qonağımız dincəlir. Mənim dostumdur Sabir, həm də bizim daimi müştəridir. İndi bayaq dediyim sözləri gələndə deyirdim ki, rayona getməyə ehtiyacı yoxdur. Rayon abu-havasını biz burada çalışmışıq yaradaq, Bakıda. Uzağa getmədən. Sabir özü şəkilidir. İndi görün bu şəkilin kayfını burada ala bilirsən, yoxsa yox? Bəli. Şəkilin kayfını daha çoxdur. Burada baseyn də var. Şəkildə baseyn yoxdur. Maşallah yerləşə bilmişsiniz hamınız. Yəni uşaqlar baxırlar, kömək eləyirlər. Hər şey yaxşıdır. Su necədir? İstidir su. Kimi çıxıblar. Ən çox ona çalışırdıq ki, bu bağ olub, biz çalışırıq, qum saxlayaq, yəni belə də bağ olsun da. Yəni bunun hamısını hasarlara alıb gizlədəndə tam et düzdün, mərmər düzdün, et ucu ni bağdır. O çalışırıq ki, imенно Şəki abu-havasını saxlayaq. Xoş istirahətlər. Çox sağ olun. Rüfət bəy maraqlı yemək pişirir, dedim bir bunu çəkim. Spetsdir. Krevetki в своем соку. С чесночком. Həyif ki, videoda ətini vermək olmur. Bax, burada belə mətbəxiniz var. Bu Besom evimiz 4-5 nəfərlikdir. Bu zalıdır, burada mətbəxi, zal. Burada da yataq otaqlarıdır. Bir və ikinci yataq. Bizim daimi qonaqlardandır Rüfət bəy. Ну как, Рufat, как отдыхаете? Тоже Алибеков, да, тоже Алибеков. Как отдыхаете? Супер, бассейн шикарный, искупались с удовольствием. Мы сейчас как раз это обсуждали, что мы постарались в Баку оставить район Абу-Хавасы, чтобы чувствовали себя как в районе. Как получилось? Супер. Приезжайте. Здесь рядом и весь кайф района здесь. Да, далеко ехать не нужно. Отлично. Приятного отдыха.